Qarabağ Universitetinin sosial-mədəni həyatında daha bir əlamətdar hadisə. Belə ki, Ali Təhsil Ocağının Həmkarlar İttifaqı Komitəsi yaradılıb. Bununla əlaqədar keçirilən tədbirdə universitet rəhbərliyi, professor, müəllim heyəti, tələbələr, Azərbaycan təhsil işçiləri, Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəsmiləri və media nümayəndələri iştirak ediblər. Bildirilib ki, komitənin yaradılmasında məqsəd əməkdaşların əmək hüquqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması, həmçinin təhsil müəssisəsinin ümumi inkişafına töhfə verməkdir. Tədbirdə Həmkarlar İttifaqı Komitəsinin üzvləri və sədri də seçilib. Böyük məmnuniyyətlə biz bu təşkilatı bugün burada yaratdıq. Məqsədimiz odur ki, bu təşkilat Qarabağ Universitetində fəaliyyət göstərən, eyni zamanda təhsil alan tələbələrin bütün qayğılarla məşğul olsun, onların hüquqların müdafiəsini təşkil etsin, onların istirahətini təşkil etsin, kollektiv maraqlandıran, qayğılandıran bütün məsələlərlə nizamnamə çərçivəsində fəaliyyət göstərsin.